Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin və YouTube kanalına abunə olun ki, hamı bilsin. Azərbaycan Abdülsəmin sosial yardımın kəsə bilər və ya sosial yardım verilməsi barədə imtina verə bilər. Niyə bu barədə mən hüquqşünasslar seyircilərə məlumat verəcəm? Əgər hər şey istəyirsiniz aydın olsun, videonu sonuna qədər izləyin. Deməli, hörmətli izləyicilər, dünən xəbər almışam ki, sosial şəbəkədə baxdım, gördüm ki, deyir ki, Azərbaycan günə 1 manat tarifi həyata keçirmək istəyir ki, aktiv olan nömrə gündə 1 manat ödəsin. Əgər bir şey baş versə, Nazirlər Kabinetinin 37 sayı qərarı var. 37 sayı qərarın 3-cü maddəsinin .6-cı bəndinin 7-ci hissəsində qeyd olunur ki, yəni sosial yardım alan şəxslərə əgər minimum ehtiyac məqdarının 15% qədər belə deyək də, kommunal xərcləsə və ya 15%-dən yuxarı xərcləsə imtina verilməlidir. Yəni adam başı 15%-dən artıq ola bilməz. Yəni ki, minimum ehtiyac məqdarına söhbət gedir. Nəzərə alın. Bu da 285 manatın 15% edir 40 manat 60 köpük. 40 manat 60 köpükdən adam başı artıq ola bilməz. Nəzərə alın. Yəni ki, hörmətli izləyicilər, bu necə hesab olunur, onu qeyd edin. Məsələn, bir ailə 4 nəfər varsa, həmin 40 manat 60 köpük vurur 4-ə. Bu da 162 manat 40 köpük. 162 manat 40 köpükdən çıxır, məsələn, 100 manat qaz pulu, 27 manat internet pulu, sonra mobil telefon xərclər və eyni zamanda işıq pulu, su pulu. Hamısı hesablanır, hörmətli izləyicilər. Ona görə, əgər insanlar ayda 30 manat telefonun açıq qalması üçün pul ödəsə, bu da normal gəlib keçməlidir. O da təhlükəlidir. Ona görə Nazirlər Kabinetindən dediyim kimi 37 sayı qərarını əsas götürərək sosial yardıma imtina verəcək. Əgər bu qanun qüvvəyə minsə, yəni Azərbaycan desə ki, günə 1 manat tarifi. Mən şəxsən sosial şəbəkədə baxdım, bəziləri dedi olacaq, bəziləri dedi olmayacaq, gələn ayın 1-dən, yəni iyulun 1-dən 2025-ci ildən. Əgər belə bir şey olsa, dediyim kimi çox təhlükəlidir, ehtiyatlı olun. Mən özüm də 50 olan şəxsən 50 arabasındayım, birinci qrupram. Yəni mən də belə deyəcəm, pensiyanla dolanam, ayımı pensiyanla saxıyam. Mənim şəxsən özümün imkanım olmayacaq ki, ayda 30 manat ödəyim. Bu böyük xərcdir. Hər evdə də belə deyək, ən azından 2 nəfər, 3 nəfər adam olsa, hərənin öz telefonu var da belə deyək. Hərəsinə 30 manat ödəsin, gör, hara gəlib çıxır. Bir abıçılıqdır. Bizim elə bir regionlarımız var ki, orada baxsa və yaxud namabay işləmir. Məcburdur Azərbaycandan istifadə etsinlər. Bunları nə edəcək, nə edəcək? Onlar onu qəsdən edirlər, hörmətli izləyəcək. Nəzərə alın. Qəsdən edirlər ki, insana məcbur qalıb istifadə etsinlər. O da düzgündür. İnsan hüquqlarına ziddir. İnsanın seçimi olmalıdır. Məcbur heç nə ola bilməz. Yəni bunu hər bir vətəndaş bilsin. Məcburi əgər qanunun nəsə məcbur edirlərsə, o beynəlxalq normala ziddir. Bu monopoliyadır da. Monopoliya yaradırlar ki, insanlar məcbur olsun, yəni ödəsin, burada pul yığsın. 30 manat həddindən artıq çoxdur. Ayrıq adamlar var ki, 5 manat ödəyir, 3 manat ödəyir. Mən məsəl üçün özüm belə deyək, daha çox WhatsApp-dan çox istifadə edirəm. Ayda 200 manat ödəyən ki, nömrə açıq qalsın 5 saat. Bu nə tər olacaq? Yəni çətin bir şeydir. Nəzərə alın. Bir daha deyəm ki, yəni ki, bu Azərbaycana görə mən inanmıram ki, Nazirlər Kabinetinin öz qərarını dəyişdirsin. Mümkün olan şeydir. Ona görə bir çoxlarında imtina gələcək. Əgər indidən ki, məsələn, özünüzdən başqa nömrə vermişsinizsə, istifadə edilirsə, onu hər halda bağlatdırın. Ya da həmin şəxs adından keçirsin. Sizə problem olmasın. Hörmətli izləyəcək. Nəzərə alın. İkinci sonra problem olur. Hətta bu belə deyək də, bu şərtlər qüvvəyə minməsə də, orada sistemdə göstərir ki,
işlərdə yəni nümunə var bir adamın adına nəzərə al. Onu da qeyd edin ki, sosial yardım və digər məsələlərlə bağlı hüquqi məsləhət almaq istəyirsiniz. Mənim telefonuma videonun izah yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalında şot bölməsində istənilən videonun üzərində var. Kimin nəsə var olsa WhatsApp-a səslə göndərsin. Mən təklif edirəm ki, insanlar deyib boykot etmək lazımdır. Boykot etmək lazımdır. Amma burada bir məsələ var. Az olsaydı bunu elədiyi kimi baxsaydı eləyəcəyəm, namavayı da eləyəcəyəm. Ona görə etiraz eləmək lazımdır əgər bir şey varsa. Mən şəxsən özüm dünən ictimai TV'də baxdım ki, o deyir ki, yəni ki bu metodik hesablamalardır. Metodik hesablama nədir? Deyir, altın da hesablamadır. Nə fərqi var? Adın başqa şeylə qoyub altı var. Əslində bu altın hesab olmur qanuna baxanda. Bu yeni qaydaların tətbiqidir. Bir var ki, məsəl üçün günə belə götürək də 80 köpük olsaydı, bu desəydi ki, yox, biz bunu 1 manatayıq, bu altın hesab olunur. Bu altın hesab olmur, bu yeni qaydaların tətbiqidir. Özdə ki, bir şey mən baxdım, məsəl üçün günə 1 manat yazır, 1 manat, 2 günə 2 manat, 3 günə 3 manat belə. Özdə qabağına belə deyək də 99 köpük qoyur. 99 köpük də yəni avtomatik heç kim ödəməyəcək. Məcbursa 2 manat ödəyəcək. Buradan da bir köpük qabağa atırlar özləri. Yəni ki, 1 manat deyirlər, amma əslində belə deyək, 2 manat ödəməlisə, 2 manat deyirlərsə 3 manat ödəməlisə, gördünüz neynirlər? Hörmətli izləyicilər, nəzərə aldadırlar. Bilmək lazımdır ki, yəni dediyim kimi, bunlar insanları aldadırlar. Dediyim kimi, avtomatik həmin 1 manatın üstünə 1 manat da gəlir. Amma belə baxarsa yazacaq ki, məsələsində 2 günə 2 manat ödə, orada deyir ki, 99 köpük. Avtomatik 1 manat da o getdi. Siz nə demək istəyəm, hörmətli izləyici, aldadırlar. Yaxşı, belə götürək. Tutaq ki, mənim kartımda, balansımda 20 manat var. Mən istəyirəm onun 10 gün ödəyim 10 manatdan. Düzdürmü? Yerdə qalan 10 manatda danışım. Bunlar nə hesab edəcək onu? O mənə maraqlıdır. Deyəcək ki, yox. Sən hamısını 20 günə çıxır, yerdə qalır, indi balans, indi nə altısı altı. Və insanlar nə etsin? Dəqiqə baş, böyle kod qoyacaq ki, kodu yığaq ki, hər 1 gün seçəcəm, 2 gün seçəcəm, 3 gün seçəcəm. Bu nə deməkdir? İnsanları aldadırlar. Dəhşətdir buranın işi. Aldamayın, etirazlarınızı bildirin. Metodik adı altında altında metodik hesab edirik. Yalandır, aldamayın. Sonda sizdən xahiş edirəm, videonu bəyənin, kanala abunə olun ki, hamı bilsin hüquqlarım. Eyni zamanda onu qeyd edin ki, mənim 1400-dən artıq şotla müqədə videolarım var. İstər sosial yardım olsun, istər digər mövzu olsun, yəni qeyd olunub tanış ola bilirsiniz. Bundan sonra videolarla tanış olmaq üçün kanala abunə olun və zınqıra işarəsini aktiv edin ki, növbəti video gələndə sizə xəbəriniz olsun. Diqqətinizə görə sağ olun. Sağ olun.